Salam, bugün varenika hazırlayıram. Varenikin xəmiri üçün 3 stakan una, 1 çay qaşığı duz əlavə edib bərk xəmir yoğururuq. Daha sonra kündələr halına gətirib bir-bir açırıq. Bu formada açıb içliyini əlavə edirik. Adətən varenikinin içini sveji böhçandan edirlər. Sadəcə bu vaxtı mən tapa bilmədiyim üçün böhçan varenisi ilə etdim. Belə də çox gözəl alınır. 2 çay qaşığı böhçan varenisi əlavə etdikdən sonra birinci uc hissələrinə bağlayırıq ki, suyunu buraxmasın. Əks təqdirdə suyu qaynadanda suya qarışacaq və xəmirimizin rəngi tündləşəcək. Çalışın ki, qıraqlarını da çəngəlin köməkliyi ilə yaxşıca bərkidin ki, varena suyunu buraxmasın. Bu formada hamısını bərkidirik. Hamısını hazır etdikdən sonra da keçəcək hazırlamağa. Artıq hamısı hazırdır. Ocağa suyumuzu qoyub qaynamağını gözləyirik. İçərisinə 1 yemək qaşığı duz, 1 yemək qaşığı kərə yağı da əlavə edib qaynadırıq. Qaynamağına az qalmış xəmirlərimizi içinə əlavə edib qarışdırırıq. Artıq burada hazırdır. Qaba əlavə edirəm. O qədər gözəl, o qədər dadlı alınmışdı ki, evdə mütləq sınayın. Bir anlıq uşaqlığıma qayıtdım. İndi içini də sizə göstərəcəm. Çox möhtəşəm idi. Evdə sınamağa dəyər. Nuş olsun.